Salam uşaqlar, 8-ci sinifdə demək olar bütün tapşırıqları qurtarmışıq. Bir sonda qalan bu əlavə tapşırıqlardır. Və səhifə biz neçəyə baxırıq? 129-a. If you're looking for a great meal, you should C variantı go to Nisa's restaurant. Deyir, əgər sən dadlı yemək axtarırsansa, möhtəşəm yemək axtarırsansa, Nisa'nın restoranına girməlisən. The restaurant has won many awards for its great dishes. Restoran özünün dadlı yeməklərinə görə çox mükafatlar qazanıb. Everything at this restaurant is delicious. Bu restoranda hər şey dadlıdır. If you go there, don't forget to try a dessert. Deyir, əgər oraya getsən, desertin dadına baxmağa unutma. The ice cream cake is the best I have ever had. Dondurma tortu mənim indiyə kimi yediyim ən dadlı yemək idi. The chef at this restaurant uses fresh ingredients. Bu restorandakı şef təzə ingredientlərdən istifadə eləyir. There is a large garden behind the restaurant where they grow vegetables. Və restoranın arxasında deyir, böyük bir bağ var və orada onlar tərəvəzləri əkirlər. They use them in the dishes və onlar bunu yeməklərdə istifadə edirlər. For this reason, I think Nisa's is a great choice. If you can't cook at home, hər dəfə də restoranda yemək. Deyir ki, bu səbəbdən də mən düşünürəm ki, Nisa'nın restoranı, yəni ən möhtəşəm seçimdir, əgər sən evdə yemək bişirə bilmirsənsə. The restaurant is very busy, so it's a good idea to make a reservation. Restoran deyir, çox məşğuldur, ona görə də əvvəlcədən rezervasiya eləmək yaxşı fikirdir. The service is fantastic, xidmət də fantastikdir, möhtəşəmdir. The workers are friendly and they always bring your food very quickly və onlar deyir, işçilər də çox mehribandırlar və sənin yeməyini tez bazar gətirirlər. The inside and outside of the restaurant are both great places. Yox, B variant. Niyə görə B? Çünki and var. Deməli, restoranın həm içi, həm də çölü deyir, ikisi də qəşəng yerdir yemək yeməkdən ötürü. If it's cold outside, try to get a seat next to the fireplace. Əgər çöldə deyir, soyuqdursa hava, orada fireplace'in şöminə var, bu kamin deyirlər də, onun yanında deyir, oturacaqda oturmağa çalış. In nice weather, you can enjoy your dinner in the garden. Qəşəng havada isə deyirsən öz naharını bağda həzz ala bilərsən. When my family has something to celebrate, we choose Nisa's. Əgər mənim ailəmin qeyd eləməli nəsə olursa, biz Nisa'nın restoranına gedirik. If you haven't eaten at Nisa's restaurants yet, visit the place today. Əgər sən deyir, hələ də Nisa'nın restoranına getməmisənsə, bu günləri oraya get. İndi ikincidə deyir ki, mötərizəni açaraq felləri düzgün formada işlət, ya keçmiş sadə zaman, ya da indiki bitmiş zaman. Good movie, we saw a good last var deyənə uşaqlar olacaq burada, so düzdür. Yenə last var deyənə olacaq keçmiş zamanda, keçmiş sadə zamanda. We saw good movie last week. Biz keçən həftə yaxşı kino gördük. Sonra keçən yay biz çoxlu şəkillər çəkdik. Yet varsa uşaqlar indiki bitmiş olacaq. Has not found puhonid qaydalı feildir. Mənim dostum I have. Mən hələ dostuma zəng etməmişəm. Daniel already var uşaqlar. Yenə də bitmiş zaman has already finished qaydalı feildir. His homework. Daniel artıq ev tapşırığını bitirib.
The teacher dünənləri çoxlu tapşırıq verib, dünən verib, uşaqları yesterday'di. Gave, oh sorry. Gave, dünən çoxlu tapşırıq verdim. My sister never varsa bitmiş zaman. Has never been abroad. Mənim bacım heç vaxt xaricdə olmayıb. Və uşaqlar listening and writing practice. Burada isə dinləmə və yazı bacarıqlarıdır. Deyir ki, 4 danışana qulaq asın və düzgün cavabı tapın. Gəlin gedək tapaq. Deməli uşaqlar 21-ci audioya gəlirik. Track 21. Speaker 1. I'm on my way home with my children and husband. Deyir ki, mən yoldayam öz həyat yoldaşım və uşaqlarımla evə gedirik. Ground is still shaking. Hələ də deyir, ətrafda sirkələnmə var. People are shocked. İnsanlar şokdadılar. They're getting out of their cars. They don't Onlar maşınlarından çölə çıxırlar. know where to go. Onlar bilmirlər hara getsinlər. Luckily, no one is on the bridge. Xoşbəxtlikdən heç kəs körpünün üstündə deyil. This is the strongest one we've had for the last 20 years. Son 20 ildə bu bizim gördüyümüz ən güclüdür. Bu zəlzələdən danışır uşaqlar. Earthquake, zəlzələ, torpaq sürüşməsi, gales da bu güclü külək. Speaker 2. We cannot do anything. We are stuck inside our homes. Everything Biz heç nə eləyə bilmərik, evimizdə sıxışıb qalmışıq. is underwater. The Hər şey suyun altındadır. rain has stopped now, but it Yağış dayanıb indi. will start again at night. Amma deyir, gecə başlayacaq. I think it will make the situation even worse. Poor Və məncə bu situasiyanı daha da pisləşdirəcək. gardeners. They have Yazıq, bədbəxt deyir, bağbanlar. worked so hard this year. Onlar bu il çox işləyiblər. Flood, uşaqlar, ikincisi flooddan danışır, daşqından. Speaker 3. I was in the tent when suddenly I heard a very scary sound. Deyir, mən düşərgəmdə idim, birdən qəfildən çox qorxulu bir səs eşitdim. I didn't have enough time to go out. Və çölə çıxmağa kifayət qədər vaxtım olmadı. A few seconds later, I found myself under snow. Və bir neçə saniyə sonra özümü deyir, gördüm ki, qarın altındayam. I was very lucky as most of the snow fell a bit further than my tent. Deyir ki, mən çox xoşbəxt idim ki, qarın əksəriyyəti mənim deməli düşərgəmdən bir balaca o tərəfə düşmüşdür. With my own effort, I could dig myself out. Və öz cəhdimlə, yəni cəhd elədim və özümü kənara çıxara bildim. Okay, bu da avalanche, bundan danışır. Qar uçqunu avalanche. Qar uçqunu avalanche. Okay. Speaker 4. I have experienced some extreme weather conditions, but that one was the worst. Mən deyir, bir neçə dəfə yəni görmüşəm bu kəskin hava şəraitini, amma bu dəfə gördüyüm ən pisi idi. I couldn't breathe or even open my eyes. Nə nəfəs ala bilmirdim, nə də heç gözümü aça bilmirdim. The sound was also very terrible. Həm də səsi pis idi. I wanted to hide myself from the dust, but in the desert it was impossible. Deyir ki, özümü deyir, tozdan, qum da pis idi, sand deyir, sand. Qum da pis idi, deyir, özümü tozdan gözləmək istəyirdim, amma səhrada bu qeyri-mümkün idi. Vəssalam, bu da qum fırtınasından danışır uşaqlar, sandstorm. Və sonra nə deyir? Buradakı deyir sözlərdən istifadə eləyərək hekayə qurun uşaqlar 80-120 arası.
Lazım olsa deyərsiniz qurarıq, amma adətən lazım olmur. Qruplarla işləyin və sualları müzakirə edin. How can each natural disaster affect people's life? Deyir, bu təbii fəlakətlərdən hər biri insan həyatına necə təsir göstərir? How can these natural disasters affect the environment? Və bu təbii fəlakətlər ətraf mühitə necə təsir göstərir? Və useful language, faydalı dil vasitələrindən istifadə edəndə, fikrinizi bildirəndə, in my opinion, I think, məncə, mənim fikrimcə və yaxud da öz fikrinizə səbəblər gətirəndə because, çünki, so, it's obvious və beləliklə aydın olur ki, that means bu deməkdir ki, əlavə səbəblər əlavə eləyəndə another thing is, digər bir məsələ də as well as that, eyni zamanda there is also a fact that, belə bir fakt da var ki, okey, belə ifadələrdən istifadə edirsiniz uşaqlar. Görək neçənci səhifədir. Neçədən başladım yazmağa? 129-dan. Okey. İndi isə uşaqlar burada deyir ki, aşağıdakı mətni oxuyun və ABC'dən birini seçək. Bayaq tapşırıqdakı kimi indi bunu oxuyaq. A storm chaser is a person who follows extreme weather events such as violent storms in order to experience, photograph or study them. Fırtına izləyən şəxs o şəxsdir ki, o kəskin hava şəraitində olan hadisələri izləyir və məsələn fırtınalar kimi, məsələn, həm onu təcrübə eləsin, görsün, həm də onun şəklini çəkib araşdırsın, öyrənsin. What do you do on weekends? Həftə sonları nə edirsən? A lot of people watch films or go shopping. Əksər adamlar deyir, ya kinoya baxırlar, ya da ki, alışverişə gedirlər. Neither Kate nor her brother Tim likes staying at home. Nə Kate, nə də onun qardaşı Tim evdə qalmaq xoşlamır. On weekends they are storm chasers. Həftə sonları onlar fırtına izləyirlər. On Fridays, they check the weather forecast for the weekend. Həftə 5-ci günlər onlar hava forecast proqnozunu, həftə sonuna görə hava proqnozunu yoxlayırlar. They are always excited when there is a tornado in their area. Onlar həmişə ərazilərində tornado olanda, tornado bilirsiniz də qasırğadır, Amerikada olan bir qasırğadır, yəni Azərbaycanda zadda olmur. Olanda deyir, həmişə deyir, həyəcan keçirirlər. Tornadoes are fast and dangerous. Tornadolar sürətli və təhlükəlidirlər. You can find 3 dənə few people who are not scared of them. But not both Kate and Tim loves them because tornadoes are exciting to watch. Deyir ki, sən çox az adam görərsən ki, onlardan qorxmasın, amma həm Kate, həm də Tim onları sevirlər, tornadoları sevirlər, çünki o tornadoya baxmaq çox həyəcan vericidir. They take nə götürürlər? A few things with them when they go chasing tornadoes, a video camera, food and first aid kit. Onlar tornadonu izləməyə gedəndə özlərinə bir neçə şey götürürlər. Məsələn, video kamera, yemək, ilk yardım qutusu. Either Kate or Tim usually takes a video of the tornado. Ya deyir Kate ya da Tim tornadonun videosunu çəkir. Elə olacaq da. In this picture they are chasing a tornado in Texas və bu şəkildə onlar tornadonu Texasda izləyirlər. It's very windy and Tim is watching the tornado. Çox küləklidir və Tim tornadonu izləyir. Sometimes müşahidə eləyir. Sometimes the tornado gets too close and start coming fast towards them. C. Deyir ki, bəzən deyir tornado çox yaxınlaşır və onlara
tərəf sürətlə gəlir. They get into their car and drive away və onlar deyir maşınlarına minib uzaqlaşırlar. None of them thinks of giving up their favorite hobby. Onlardan heç biri deyir öz deməli sevimli hobbilərindən əl çəkməyə, vaz keçməkdə barədə düşünmür. Okay, və indi isə 132-də ikinciyə baxırıq. Deyir ki, düzgün variantı seçin cümlələri tamamlamaq üçün. Neither Murad, neither-la nor işlənir də, nor Ömer is afraid thunderstorms. Nə Ömər, nə də Murad deməli şimşəkdən qorxmurlar. If there is a problem, either Yusuf or Musa helps. Uşaqlar, axırıncı ismə görə uzlaşır. Axırıncı ismimiz əgər təkdədirsə, xəbərimiz də ondan uzlaşıb tək olur. Nə deyir ki, problem olanda ya Yusuf ya da Musa mənə kömək eləyir. I have a few friends when I feel I call one of them. Aha. Mənim bir neçə dostum var və mən tək hiss eləyəndə onlardan birinə zəng eləyir. Yox, a few olmayacaq uşaqlar. A few olacaq, I'm sorry. Çünki deyir, mən tək olanda onlardan birinə zəng eləyirəm. Few olsaydı, o demək idi ki, dostları heç yoxdur. Dördüncüyə baxırıq. All my classmates. Oldan sonra sayılan tək isim, okay. Sayılan isim cəmdə. Like helping people in need. Bütün sinif yoldaşlarım deyir, ehtiyacı olan insanlara kömək etməyə xoşlayırlar. Boss, Vəfa and Şəfa. Bossla olan həmişə xəbər cəmdə olur. Are coming with us. Həm Vəfa, həm də Şəfa bizlə gəlirlər. A few sayılan isimdir uşaqlar. Sayılan isimlərlə də a few işlənir. A little işlənmir. There are a few flower pots on the table. Stolun üstündə bir neçə gül qabı var. Okay, və burada da yenə də dinləyib yazmaqdır. Deyir ki, listen to 4 people and choose a correct option. 4 nəfərə qulaq asırıq və düzgün variantı seçirik. In Yemen, hosts do not give any present to guests. It's okay to chat while eating. People are not talkative at all. Hosts take photos with their guests. Deməli, Yeməndə deyir ya insanlar, deməli ev sahibləri qonaqlara hədiyyə vermirlər. Yemək yeyərkən danışmaq okey deyil, yaxşı deyil. İnsanlar heç söhbətçil deyirlər ya da ki qonaqlar, ev yiyələri qonaqlarla şəkillər çəkdirir. Həmişə uşaqlar dinləmə mətnindən öncə mütləq qulaq asın ki, söhbət nədən gedəcək, vaxt itirməyəsiniz ki, ayda hansı variantı seçim. Ən azından tanış olursunuz, ona görə də sizə daha asan olacaq. If you're working for a French company, you shouldn't wear formal clothes. Deyir, əgər sən fransız bir şirkətdə işləyirsənsə, sən formal geyimlər geyinməməlisən. Listen to people in the office. İnsanlara qulaq asmamısan, asmamalısan. Use the first names. İlk adlarını istifadə eləməməlisən. İlk ad uşaqlar first names. Yəni ad soyadda nəzərdə tutulur. Adı yəni. Speak to your boss. You shouldn't speak to your boss. Yəni öz bossunla danışmamalısan. Fransızlarla mən işləmişəm. Fransızlar çox xırdaçı millət olurlar. Dəhşət xırdaçı olurlar. Yəqin ki, qayda idisə C olar, məncə düşünürəm. Çox qayda qanunla işləyəndiləri belə dəhşət xırdaçılıq dərəcəsində. Üçüncüdə nədən danışa bilər? If you're visiting an English family, əgər sən bir İngilis ailəsinə gedirsənsə, always wrap your present nicely. Həmişə deyir, öz hədiyyəni qəşəngcə bağla. Buy new shoes before you visit their house. Onların evinə getməmişdən əvvəl təzə ayaqqabı giyin. B variantı ola bilər. Niyə? Çünki ingilislər evdə ayaqqabı ilə gəzirlər. You can keep your shoes on in their house. Aha. C variantı da ola bilər. Çünki deyir ki, sən deyir onların evində ayaqqabıları var, ayaqqabında saxlayasınız. Heç oxumada ingilislərlə də işləmişəm uşaqlar 10 il ərzində və ingilislər evdə doğrudan ayaqqabı ilə gəzirlər. C-də də deyir ki, sən evdə
Onların evində ayaqqabılarını soyunmadan dura bilərsən, yəni. Compare your culture with theirs. Öz mədəniyyətlərini səninki ilə müqayisə eləyirlər. C variantı olacaq orada. Speaker 4-də görək nə deyir? In Japan, if you want to have one more drink, you should refill your own glass. Deyir, əgər Yaponiyada deyir, əgər bir stəkan daha içirsənsə, daha istəyirsənsə içki, sən öz stəkanını özün doldurmalısan. Wait for someone else to refill your glass. Və yaxud da kimisə gözləməlisən ki, sənin stəkanını o doldursun. Ask someone to fill your glass. Kimdənsə xahiş eləməlisən ki, sənin stəkanını doldursun. Change your glass. Stəkanını dəyişməlisən. Uşaqlar, gəlin qulaq asaq. Track 22. Speaker 1. I was on holiday in Yemen with my family, and Deyir, ailəmlə Yəməndə tətildəydik. we visited my father's colleague's house for dinner. Və deyir, mənim atamın colleagues və nə deyir, atamı dəvət elədi yoxsa? Track 22. Speaker 1. I was on holiday in Yemen with my family, and we visited my father's colleague's house for dinner. The family was very kind, and they did their best to make us feel at home. During the meal, there was a long silence as people in Yemen don't speak while eating. After dinner, while I was looking at the photo frames on the wall, I said, "What a lovely photo frame." My father's colleague said, "Please take it as a present." I didn't want to take it, but he offered it 4 times, so I had to take it. Speaker Deməli, bunlar Yəməndə gediblərmiş və atasının iş yoldaşı ailəsi ilə Yəməndə olub tətildə və atasının iş yoldaşına gediblər yeməyə və yemək vaxtı deyir, heç kəs söhbət eləmirdi, heç kəs danışmırdı. Sonra atam mənə dedi ki, bəs onlar yemək vaxtı danışmağı xoşlamırlar. Və sonra deyir, biz nahardan sonra oturmuşduq və mən divardakı şəkil çərçivəsindən xoşum gəldi və dedim ki, nə qəşəng şəkil çərçivəsidir. Və evin yəsi mənə dedi ki, onu götür. Mən götürmək istəmədim, amma o 4 dəfə təklif elədi. Deməli, uşaqlar, it's okay to chat, it's not okay to chat while eating. Yemək yerkən danışmaq yaxşı deyil. Okay, speaker 1-də budur. Sonra Speaker 2. My father has joined a French company recently. He made a mistake and used the first names rather than family names. My father called his boss by his name, Gabriel, and later he heard that everyone else in the office was calling him Monsieur Andre. I am sure that his boss didn't like how my father called him. So it is always best to be formal in France. Aha. Deyir ki, mənim papam bir fransız şirkətinə işə düzəlmişdi və o oranın qaydasını bilmirdi və bir gün öz bossuna adı ilə müraciət elədi, soyadı ilə yox, amma şirkətdəki hamı, amma bilmirdi də, şirkətdəki hamı ona Monsieur neysə deyir, bu isə Gabriel deyibmiş. Deyir və əminəm ki, bossun, həmin müdürün atamın onu elə çağırmasına xoşu gəlməyib. Ona görə də fransız şirkətində insanları formal, rəsmi adları ilə çağırmaq düzgündür. Və uşaqlar, ingilislər çox rahat millətdirlər. Onlara bossva heç mister deməyivə də ehtiyac yoxdur. Elə adını deyirsə, məsələn, Jason, nə bilim, mənim müdürümün adı Jason idi və mən ona elə Jason da deyirdim. Nəinki mən, yəni hamı, amma fransızlarda da əslində orada fransızlar var idi və biz onlara elə adları ilə müraciət edirdik, dayı monsieur falan demirdik. Çünki ingilislər daha çox idi, şotlandlar və s. Before working for this company, my father worked for an American company, and people there always use the first names. Deyir, o şirkətdə işləməmişdən qabaq, mənim papam deyir, atam Amerikan şirkətində işləyir və orada hər kəs bir-birinin adı ilə çağırırdı, təbii olaraq. Məsələn, hətta bizdə özündən böyük müdürə, vəbşətən müdürə xanım deyirsən, nə bilim,
müəllim deyirsən, amma xaricilərdə elə şey yoxdur. Hamı öz adı ilə, istəyir müdir olmur, kim olsun, öz adı ilə müraciət edirsən. Speaker free. My friend John is from the UK, but at the moment he's living in Baku as his father is working for one of the oil companies. Aha, deməli uşaqlar, burada ikidə use if you shouldn't, yəni fransız şirkətində işləyəndə sən ilk adlardan istifadə etməli deyilsən. İndi isə üçüncüsü dostu Johnla danışır ki, deməli o Azərbaycanda böyük bir neft şirkətlərindən birində işləyir. Last week, I went to John's birthday party. I bought a present for John and wrapped it nicely. When I came to the house, I wanted to take my shoes off, but my friend's mother said it wasn't necessary. In their culture, guests don't have to take their shoes off. Aha, deməli deyir John'un ad günüymüş və bu ora gedib, John gilə gedib, onun ad gününü təbrik eləməyə və deyir bir dənə hədiyyəni qəşəng büküb aparıb ora və deyir evə girəndə ayaqqabımı soyunmaq istədim, amma John'un anası dedi ki, yox ayaqqabını soyunma, belə də keçə bilərsən. Onların mədəniyyətində ayaqqabı soyunmamaq okeydir, yəni soyunmadan da düzdür, onlar çox o barədə biraz mundarçıdırlar. Belə nə bilim, ayaq yoluna girdikləri, ayaq yoluna girdikləri ayaqqabı ilə hər yerdə gəzirlər. Sonra gəlirlər, otururlar yerdə. Nə bilim, yəni ki, belə heç iyrənmirlər. As you know, in our culture, it's not okay to do so. Və bilirsiniz ki, bizim mədəniyyətdə belə bir şeyi eləmək okey deyil. Burada da nədir? İngilis ailəsinə getsən, ayaqqabını soyunmaya bilərsən. Speaker 4. Last month, my parents decided to invite our new Japanese neighbors for dinner. They were very pleasant people and we enjoyed spending time with them. While having dinner, I learned something new about their culture. In Japan, if you still feel thirsty after finishing a drink, it is not okay to refill your own glass. Instead, you have to wait until someone notices and offers to refill your glass. Aha, deyir ki, bizə təzə qonşuluğa Yapon ailəsi gəlib və anam qərara gəldi ki, onları qonaq çağırsın və onlar gələndə biz tanış olduq, çox mehriban ailə idilər. Amma mən deyir, onların həm də mədəniyyətindən bir şey öyrəndim ki, sən demə, Yaponiyada əgər qonaq getdiyin evdə öz içkini bitirmisənsə və yenə də susamısansa, su istəyirsənsə, özün öz şüşəni doldurmalı deyilsən və gözləməlisən ki, kimsə nə vaxtsa bunu sezə, görə ki, sənin stəkanın boşdur və sənin qabığı doldura. Cavabımız B. In Japan, əgər sən əlavə içki istəyirsənsə, gözləməlisən ki, başqası sənin stəkanını doldursun. Burada isə şəkilli təsvir edib yazasınız uşaqlar. Burada danışıqdır. Kiçik qruplarla işləyin və sualları müzakirə edin. How important do you think it is to teach each of these actions? It is to do. Aha. Deyir, bu hadisələrin hər birində bu hərəkətlər eləmək nə qədər vacibdir? What are some other things that people do to be polite? Başqa nələr var deyir, insanlar nəzakətli olmaq üçün eləyirlər. Və faydalı dil məmulatları, faydalı dil vasitələrində bu sözlərdən istifadə edə bilərsiniz. İndi isə language practice, sonra nə var? Nə çox oldu. Okay. Rush hour. Aşağıdakı mətni oxuyun və yenə də düzgün cavablardan birini seçəcəyik. Rush hour uşaqlar, bu peak saat deyirlər. Bax odur. The time of day when the roads, buses, trains, etc. are most full because people are traveling to or from work. Deyir ki, yollar, avtobuslar, qatarların və s. Daha çox olduğu, dolu olduğu yollar
Yəni həmin vaxtlarda da insanlar işdən gedib yaxud da qayıdırlar. Yəni peak saat deyirik biz buna. If you think the underground in your city is bad, you have to see the trains in Japan. Əgər you should see və yaxud da əgər sən düşünürsənsə ki, sənin ölkəndəki metro, underground metro pisdir, onda sən Yaponiyadakı deməli qatarları görməlisən. In Japan there are passenger pushers who work in the underground station during rush hours. Deməli Yaponiyada deyir sərnişinləri içəri itələyən işçilər var ki, onlar peak saatlarında metro stansiyalarda işləyirlər. These workers have to yəqin ki, əlcək giyinərlər hər halda. Have to wear gloves and push people into the trains. Bu işçilər deməli əlcək giyinməli və insanları qatarın içinə itələməlidirlər. They be strong and they üçüncüsü. Deməli yox, ikincisində uşaqlar C olacaq çünki must'dır. Must C, ikincisində C, üçüncüsündə isə they have to be strong and quick if they don't want to lose their jobs. Onlar həm güclü olmalıdırlar, həm də cəld olmalıdırlar ki, əgər işlərini itirmək istəməlilərsə. Passenger pushers, deməli dördüncü lazımdır bizə. Don't have to talk to passengers, but they need to be polite with them. B olacaq. Deməli, sərnişin itələyənlər sərnişinlərlə söhbət etmək məcburiyyətində deyirlər, amma onlarla nəzakətli olmalıdırlar. Before the doors close, passenger pushers 5 have to make sure that everyone is on the train. Qapılar bağlanmamışdan öncə sərnişin itələyənlər əmin olmalıdırlar ki, hər kəs qatarın içindədir. They also have to make sure that the people inside the train don't get any injuries. Onlar həm də onu təmin etməlidirlər ki, qatarın içindəki insanlar hər hansı bir zədə almasınlar. They 6. They don't have to. They cannot. Push people too hard or too fast as it can cause harm to them. Deyir, onlar insanları belə çox bərk və çox sürətlə itələməli deyirlər ki, birdən onlara ziyan dəyər, zədələyə bilərlər. You see Ashiko in this photo. Sən bu şəkildə Ashiko'nu görürsən. 7-cidə. He has been C variantı. A passenger pusher for. O 2 ildir ki, sərnişin itələyən kimi işləyir. Now it's 10 p.m. and indi axşam saat 10-dur and he's about to finish his work və o artıq işini bitirmək üzrədir. 8A. He has to go home and relax or he will not be able to work the next day. O evə getməlidir, dincəlməlidir ki, yoxsa səhər-səhər gəlib növbəti gün işləyə bilməz. İkinciyə baxırıq uşaqlar və mötərizəni açıb cümlələri yenidən yazırıq. There is no need to buy anything for the party. Şənliyə nəysə almaq ehtiyac yoxdur. We don't have to buy anything. Elə bunu bura götürüb yazırsınız. Bu da olur bizim cümləmiz. Biz partiyə nəsə almalı deyilik. İkinci, students cannot make any noise during the lesson time. Elə bunu götürüb bura gətirib yazırıq və salam. Uşaqlar dərsdə səs-küy salmalı deyirlər. Uşaqlar dərsdə heç bir səs salmalı deyirlər. The lesson starts at 8 a.m. Dərs 8 a.m.də başlayır. Is due. Dərs saat 8-dədir. I hope I can talk to my friends tomorrow. Ümid eləyirəm. Mən dostlarımla sabah danışa biləcəm. I hope I will be able to talk
Is due to start burada. Dayan, don't have to. Buy. Burada buy'ı əlavə eləyək. Mustn't make. Burada da make əlavə eləyək. Feilləri yazmayıblar. Be able to talk to my friends tomorrow. Mən ümid edirəm sabah dostlarımla danışa biləcəm. Yenə də dinləmə mətnidir uşaqlar. Gəlin, deyir ki, mübadilə tələbəsini dinləyin və suallara cavab verin. When Nur first came to Edinburgh, what did she want to do? Edinburgh'a ilk dəfə gələndə Nur nə etmək istədi? How does home share service help elderly people? Home share xidməti yaşlı insanlara necə xidmət eləyir? Home share yəni evi bölüşmək. Yəqin ki, ev verir də, yəqin. How old is Julie? Julie neçə yaşı var? What kind of person is Julie? Julie necə adamdır? Yəni xaraktercə. What housework does Nur do at Julie's house? Hansı ev işlərini görür Nur Julie'nin evində? Is this statement true or false according to the talk? Və aşağıdakı cümlə doğrudurmu, yanlışdırmı? Nur will probably recommend home share to other students. Nur çox güman ki, home share-i digər tələbələrə də tövsiyə edəcək. Gəlin gedək dinləyək uşaqlar. Milçək var, bezdirdi yeməliyə. Track 23. Thank you for inviting me to this event. Məni bu tədbirə dəvət etdiyiniz üçün çox sağ olun. Nur Ismailzadeh from Azerbaijan. Mən Azərbaycandan Nur İsmailzadəyəm. At the moment, I'm an exchange student at Edinburgh University in the UK. Deyir, hal-hazırda mən Birləşmiş Krallıqda Edinburgh Universitetində tələbəyəm. UK. You know, most parents in Azerbaijan feel worried when their children decide to study abroad. Deyir ki, Azərbaycanda əksər valideynlər deyir, uşaqları xaricdə oxumaq istəyəndə buna görə narahat olurlar. This is because they don't know who their children are going to live with. Bu ona görədir ki, onlar bilmirlər uşaqları gedib kimlə qalacaq or what they are going to eat. və yaxud da nə yeyəcəklər. When I first came to Edinburgh, I started looking for a place to live. Deyir ki, mən birinci Edinburgh'a gələndə qalmağa yer axtardım. I didn't want to share a flat with other students because they Mən deyir, öz mənzilimi digər tələbələrlə bölüşmək istəmirdim, çünki are usually untidy and noisy. onlar adətən deyir, səliqəsizdirlər, pintidirlər və səsküylüdürlər. And living alone was almost impossible for me. Və tək qalmaq demək olar ki, qeyri-mümkün idi. Deməli, uşaqlar, birincidə C variantı, o, deməli, Edinburgh'a ilk dəfə gələndə tək qalmaq istədi. As it was too expensive. Çox bahalı idi, deyir, tək qalmaqda. So, the best option for me was to find a host family to live with. Deyir, ona görə də mənim üçün ən yaxşı seçim olardı ki, bir host family tapım. Host family uşaqlar, yəni ev sahibliyi eləyə biləcək bir ailə tapım yaşamaq üçün. Then I heard about home share service, which is very popular in the UK. Daha sonra deyir, mən home share servisi xidməti haqqında, yəni ev bölüşmək xidməti haqqında eşitdim və hansı ki, İngiltərədə bu çox məşhurdur, Birləşmiş Krallıqda. Elderly people offer their flats to young people, but they don't want any money. Deyir ki, yaşlı adamlar öz evlərini gənc insanlara təklif edirlər və heç bir pul götürmürlər bunun qarşılığında. In return, they ask the young people to help around the house or to talk to them like a friend, as they all deyir, bunun əvəzində isə onlar həmin o gənclərdən xahiş edirlər ki, evdəki o kiçik işləri görsünlər və onlarla söhbət eləsinlər. often feel very lonely. Çünki onların çoxu yalnız hiss edir. I put an ad on the internet, and soon I got a call from a woman whose name was Julie. Deyir, mən də deyir, elan qoydum internetə və tezliklə Julia adlı bir qadından mənə zəng gəldi. Deməli,
elderly people to get help from the young to find their old friends. Qədimi dostdan to buy new flats. Yox, C variantı. Gənclərdən kömək almaq üçün deyir home share xidməti, yəni yaşlı insanlara necə kömək eləyir? Gənclərdən kömək. On the telephone, she told me that she was an 80-year-old woman who lived Aha, deyir telefonda mənə dedi ki, o 80 yaşlı bir qadındır. Deməli, how old? Julian neçə yaşı var? 80, okay. alone and wanted to share her house with an international student. Və deyir, o dedi ki, o tək yaşayır və öz evini beynəlxalq bir xaricdən gəlmə bir tələbə ilə bölüşmək istəyir. When I saw her, I was surprised as she looked much younger, like a woman Deyir, mən onu görəndə deyir, çox təəccüblənirəm, çünki o çox gənc görsənirdi. in her 60s. Yəni 60 yaşlı qadın kimi görsənirdi. After talking to her for a few minutes, I decided that she was the right person to live with. Deyir, onunla biraz danışandan sonra mən qərara gəldim ki, o yaşamaq üçün doğru insandır. I've lived with her for several months now. Mən ondan artıq bir neçə aydır ki, yaşayıram. She's a very intelligent person and O çox intelligent insandır, intelligent, yəni intelligent, içinəli, gent person. I love discussing different issues with her. Və mən müxtəlif mövzuları onunla müzakirə etməyi sevirəm. Whenever I have a problem, she gives me advice. Nə vaxt mənim problemim olanda o mənə deyir, məsləhət verir. I cook every day and clean the house once a week. Mən hər gün yemək bişirirəm və evi həftədə bir dəfə clean the house and cooking. Deməli, Nur Julian evində nə işlər görür, evi yığışdırır və yemək bişirir. Me, it's a pleasure. I think Mən üçün bu deyir, böyük məmnuniyyətlidir. home share has been great for both of us. Məncə deyir, home share bizim hər ikimiz üçün möhtəşəm oldu. Track 20. Aha, Nur çox güman ki, bu evi, home share-i digər tələbələrə də tövsiyə eləyəcək, elə tövsiyə eləyir, true. Bu cümlə doğrudur. Və sonra uşaqlar, baxırıq. Burada speaking practice, qruplarla işləyin, sualı müzakirə eləyin. Bu yerlərin hər birində yaşamağın üstünlüyü və mənfi cəhətləri nələrdir? Sonra yenə də extra practice activities içəri. Okay. Aşağıdakı mətni oxuyun və cavab verin ki, hansı düzdür? The Amish lifestyle is a unique way of living. Amishlər qəribə səslənir, amma bu Amerikadakı yəhudilər, uşaqlar. Bununla bağlı bir sənədli filmə baxmışdım. Deməli, Amish həyat tərzi deyir, qeyri-adi bir həyat tərzidir, unik, təkrarsız, unikal. It's been around for centuries, for olacaq beybəndi. Deyir, o əsrlərdir ki var. The Amish are a group that lives in a simple life. A simple life without the use of technology or modern conveniences. Amishlər deyir, bir qrup insandır ki, onlar sadə həyat tərzi yaşayırlar, texnologiyadan və müasir təchizatdan, avadanlıqdan istifadə eləmirlər. They power their homes with kerosene lamps and they use neither televisions nor computers. Deyir, onlar evlərini kerosin lampaları ilə işıqlandırırlar və nə televizordan, nə də kompüterdən istifadə eləmirlər. Və bu barədə bir kinoya da baxmışdım Amishlər haqqında və orada bir qız, yox, oğlan deyəsə Yəhudi olur, qız isə başqa millətlər necəsə bir-birlərinə uyğunlaşmaq biraz çətin olur, sonra amma alınır. This lifestyle is not for everyone. Amerikan kinosu idi kinoda. Deyir, bu həyat tərzi hər kəs üçün deyil. It's for people who agree
agree to live B without technology. Deyir, bu insanlardan ki, insanlar üçündür ki, onlar texnologiyasız yaşamağa razı olurlar. Many people who have this style to do so because they cannot afford to choose any other way. Deyir ki, əksər insanlar, yəni bu o insanlardan ki, onlar belə yaşamağa qərara razı olurlar. Kimlərdə ki, belə həyat tərzi var, onlar bunu ona görə edirlər ki, onlar başqa üsulu yoxlaya bilmirlər. They enjoy 6'da B, their own food, growing their and making their own clothes. Onlar öz yeməklərini hazırlayıb, öz paltarlarını düzəltməkdən zövq alırlar. They hope 7 to raise C, their families in a simple way. Ümid edirlər ki, ailələrini də belə sadə üsulla böyüdəcəklər. The Amish don't look forward to buying their latest gadgets and they don't mind having now internet. Onlar müasir gadgetlərdən, yəni ləvazimatlardan olmağına, yəni gözləmirlər. Heç onlar internetin olmamasına da inkar etmirlər, imtina etmirlər. Instead they focus on their family and community. Əksinə onlar öz ailələrinə və icmalarına fokuslanırlar. Və aşağıdakı cümlələri tamamlayaq. Imagine living. Imagine'dən sonra bilirik ki, gerund gəlir. On a small island alone. Təsəvvür elə bilir ki, bir adada tək yaşayırsan. Some people are afraid of. Söz öllərindən sonra da gerund olur. Taking an elevator alone. Bəzi insanlar elevatordan, liftdən tək qalxmağa qorxurlar. Bəli, əvvəl mən də qorxurdum. Kate promised not to play video games anymore. Kate söz verdi ki, bir də video games oynamayacaq. To gəlir infinitive. I would like to celebrate my birthday with my family. İstərdim ad günümü ailəmlə keçirim. Everyone deserves to be happy. Hər kəs xoşbəxt olmağı haqq ediyor, layiqdir. The boy kept playing football in the rain. Uşaq yağışda futbol oynamağa davam elədi və sonuncu dinləməyə qulaq asırıq uşaqlar. Ümid edirəm qısa olacaq. Və dinləməyə qulaq asın və boşluqları tamamlayın. Gəlin qulaq asaq. Track 24. Ed Pratt is 22 years old. Ed He is Pratt'in 22 yaşı var. the first man to unicycle around the world. O ilk adamdır ki, tək belə velosiped təkəri ilə dünyanı səyahət edib. In March 2016, he took a challenge and set off from his home in England on his 2016 2016-cı ilin martında o deməli neyiniyib dünya səyahət edib. unicycle. During his 40-month trip, he visited countries 40 months 40 aylıq səyahətindən o müddətində o ölkələri indi sayacaq gəzib. Deməli o ikincidə nə deyir? Onun səyahətinin uzunluğu nə qədər olub? 40 aylıq. including Turkey, Georgia, Azerbaijan, Türkiyə, Azərbaycan deyir. İki ölkənin adını çək. Biz Türkiyə ilə Azərbaycan çəkək. Gürcüstan neyinirik? Georgiyada deyir Gürcüstan. China, and New Zealand. Çin, Yeni Zelandiya. Yeni Zelandiyaya necə gedib? Orada mütləq uçmalıdır. The night when he crossed the Georgian border and came to Azerbaijan, he Deyir ki, o Gürcüstan sərhədini keçib Azərbaycana gəlib. knocked at one door so that he could fill his water bottles. Və bir qapını döyür ki, öz butulkasını doldursun suyla. To his surprise, the host invited him into the home. Və o təəccübləndi ki, ev yiyəsi onu evə dəvət elədi. The family fed him and offered him a bed for the night.
və ona yemək verdilər və gecə qalmağı təklif elədilər ailə. Ed was surprised by how hospitable the people in Azerbaijan were. Deyir ki, o təəccübləndi ki, Azərbaycanlılar necə hospitable'dır, yəni qonaqpərvər, hospitable. From that village, he went to Baku. Və o kənddən sonra o Bakıya gedir Baku, he went to Kazakhstan. və Bakıdan da o Qazaxıstana gedir. In the end, he traveled to the USA and then returned to the UK. Və o daha sonra Amerikaya gedir, oradan da Birləşmiş Krallığa gəlir. During his trip, he carried a tent, a sleeping bag, and a camp. Deməli, o tent öz səyahətin zamanı o özü ilə nə daşıyıb? A sleeping bag, düşərgə, yatmaq üçün çanta, sonra Camping stove attached to his unicycle. deməli uşaqlar burada həm də deyir 2 dənəsini adlandır, biz də 2 dənəsinin adını çəkdik. He completed the challenge in July 2018. Və o bu challenge-i, yəni bu sınağı 2017-ci ilin iyul ayında tamamlayır. He raised more than 300,000 pounds for the Deməli o təxminən 300.000 funt sterling, pounds, 300.000 funt sterling toplayır. school in a bag charity. Neysə. The organization gives educational equipment to poor children. Və bu həmin xeyriyyə cəmiyyəti kasıb uşaqlara ləvazimatlar verir. The money raised from the event will help more than 15,000 children. Deməli, bu tədbirdən yığılan pul 15,000 uşağa kömək eləyəcək. Deməli, nə deyir? Bundan faydalanan uşaqların sayı 15.000. Now, Ed Pratt is looking forward to helping more children by taking part in other events like this. Və indi Pat daha əlavə deməli işlər görmək istəyir ki, başqa uşaqlara da kömək etsin. Ed Pat UK-yə qayıdır deyə o UK-lidir, yəni Ukrayna, Birləşmiş Krallıq. Yenə şəkillərə baxıb hekayə qurasınız. Ondan sonra yəni söhbət eləmək. How important is it to help people in this situation? Bu situasiyalarda insanlara kömək eləmək nə qədər vacibdir? Və desə bitiririk. Aşağıdakı mətni oxuyub tamamlayaq. And makes a difference in her community and encourages others to do the same. And öz icmasında fərqli bir şey eləyir və başqalarına da eyni şey eləməyə səsləyir. She wants them, ilhamlandırır. She wants them to make positive changes. O istəyir ki, onlar müsbət dəyişikliklər eləsinlər. So she often meets with the members also. Ona görə də o tez-tez icmanın üzvləri ilə görüşür. They discuss their everyday problems and try to find solutions. Onlar hər günün problemini, günlük problemləri müzakirə edirlər və həll yolları axtarırlar. She always stays positive and doesn't give up in difficult situations. O həmişə pozitiv qalır və heç vaxt çətin situasiyalarda təslim olmur. She is young, but people often ask her to give them advice. O gənclər amma insanlar tez-tez ondan məsləhət istəyirlər. And always sounds confident. O həmişə özünə əmin səslənir. She has a talent for motivating people. Onda elə bir istedad var ki, o insanları həvəsləndirsin. Sometimes she looks, bəzən o çox yorğun görsənir, amma o heç vaxt şikayət eləmir. O istəyir ki, başqaları da others
She would like others to become dünya dəyişənlər olsunlar. She wants the world to become a better place to live in. O istəyir ki, dünya yaşamaq üçün daha yaxşı bir yer olsun. İndi isə bunlardan birini seçəcək. My brother loves sci-fi films and makes me watch, make-dən sonra watch olacaq, to olmur with him. Mən qardaşım bu fantastik filmləri sevir. Mən də məcbur eləyir ki, onunla baxım. Jerry looked sad. Sad looked özündən sonra sifət istəyir. When he was telling us the news. Jane xəbərləri bizə çatdıranda çox qəmgin görsənirdi. It was getting dark when I reached home. Evə çatanda hava qaralmışdı. My parents don't let me watch horror films. Ailəm mənə qorxulu filmlər baxmağa icazə vermir. After Tim broke his neighbor's window, she made him pay for it. Tim qonşunun şüşəsini sındırandan sonra qonşunu məcbur elədi ki, ona görə pul ödəsin. Mary's father won't let her adopt a dog because he is allergic to them. Mary'nin atası ona icazə verməyəcək it götürüb evdə saxlasın, çünki ona qarşı allergiyası var. Bu qədər uşaqlar, bəyənin, paylaşın, abunə olun, sağ olun.